Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulillah və bə'd. Biz davam edirik dərsləri, hansı ki Allah Taala'nın sifətlərinin isbatı ilə bağlıdır. Allahdan istəyirəm ki Allah Taala tamamlamağı müvəffəq eləsin. O hər şey qadirdir və bütün işlər onun nemətləri ilə tamamlanır. Əmr Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, elhamdülillahillazi bi ni'metihi tetimmu salihat. Bütün salih əməllərin onun nemətləri ilə tamamlandığı, nemətləri ilə bütün hər şeyi tamamladığı Rəbbimizə həmd olsun. Bütün hər bir şey başlayır və tamamlanır Allah Taala'nın neməti ilə. Və Allah Taala tamamlamağı bizə müvəffəq eləsin. Təbii ki, biz dedik ki, Allah Taala'nın sifətləri və onun isbatı Əhl-i Sünnə və Cəmaənin etiqadın əsaslarındandır. Və biz götürdük birinci qayda və dedik ki, sifətlər qaydalarla isbat olunur. Birinci qayda dedik ki, Allah Taala'nın sifətləri tövqifidir. Tövqifi yəni dəlillə bağlıdır. Dəlilsiz heç kim Allaha nə ad verə bilməz, nə sifət verə bilməz. Hətta insan belə dəlilsiz adlandıra bilməz. Dəlil nədir? Sənəd. Atan, anan səni nə adlandırırsa, səni o adla çağırırlar və sənin insanlar içərisində sifətin var. Məsələn, cəsur kimi və ya məsəl üçün şücaətli kimi, əl açıq kimi filan və s. Həmçinin insanıq, daha doğrusu hamımız. Naqis sifətlər də var bizdə. Məsələn, filan kəs qorxaqdır, filan kəs paxıldır, filan kəs belə sifətlərlə sifətlənib. Və Allah Taala isə kamildir və sifətləri hər biri kamildir. Allahın naqis sifəti yoxdur. Allahın sifətləri hamısı dəlillərləndir. Dəlilsiz bir sifət ona təsdiq eləmirik. Heç bir sifət təsdiq eləmirik. Dəlil də nədir? Kitab və sünnə. Deyirik, Quranda gəlməlidir ya da sünnədə gəlməlidir. Nə ki, Quranda və sünnədə gəlməyib, nə isbat eləmirik onu Allaha, nə də inkar eləmirik. Nə inkar eləmirik Allaha onu, nə isbat eləmirik. Çünki Allah Taala belə sifətlə sifətlənməyib. Və deyirik ki, bu babda Allah Taala'nın sifətləri mövzusunda qiyasa və rəyə yeri yoxdur. Bu bizim birinci qaydamızdır. Birinci qayda xülasə budur ki, Allahın sifətləri, təbii ki, ad və sifətləri, biz sadəcə sifətlərdən danışırıq. Sifətləri dəlillərləndir, tövqifidir, dəlil kitab və sünnədir və icmadır sahabələrin və bu mövzuda qiyasa və rəyə yer yoxdur. İkinci qayda, gələn sifətləri necə gəlib zahirinə görə götürülür. Ərəb dilində, lüğətdə dəlalət etdiyi məna üzərində. İkinci qayda, Allah Taala'nın sifətləri necə gəlib Quran-ı Kərimdə? Necə gəlib? O cür qəbul edirik. Hər halda Allahdan daha yaxşı özü barədə və Peyğəmbəri sallallahu aleyhi və səlləmdən başqa Allah barədə daha doğru xəbər heç kim verə bilməz. Madam ki, Allah Taala özünü bu cür vəsf edir, biz də onu o cür vəsf edirik. Necə gəlib? Necə kitabda və sünnədə varid olub. Və demirik ki, məcazi mənadır. Allahın sifəti burada həqiqi deyil, məcazi mənadır. Belə şeydə işlətmirik, belə ifadədə işlətmirik. Əksinə, isbat edirik və bu arada nə qədər əsərlər vardı, hamısını oxuduq biz. Keçən dərsdə və çalışırıq ki, oxuyanda İbn Teymiyədən qabaq oxuyaq. Və inşallah ki, öyle eləyəcək. Şeyxülislam İbn Teymiyədən qabaq alimlər sözlərini oxuyacaq. Allah Taala'nın sifətləri barədə. Sahabələrdən ta İbn Teymiyəyə kimi. Hətta iftira atanlar görsünlər ki, bu məsələnin İbn Teymiyənin əlaqəsi yoxdur. Çünki bəzi insanlar deyir ki, Quran ayələrində gələn sifətləri, sünnədə gələn sifətləri zahirinə görə götürmək lazımdır. Onu birinci İbn Teymiyə deyir. Yazıq şeyxə bu da iftiradır. Sağlığında iftira atdılar, öləndən sonra da iftira atdılar. 7 əsrdə dünyasını dəyişib, hələ də iftiralar qutarır. Birinci o desəydi, biz deyərdik birinci o deyib. Qorxmuruq ondan. Ona görə də biz kiməsə tabe deyilik.
Bizim nəsə asılacağımız yoxdur ondan, amma yəni deməyi bax elə. Elə deyibsə, elhamdülillah, deyibsə onda elə, amma deməyi bax elə. Biz ondan qabaq gətiririk alimlər, sahabələr, tabeinlər, ətba tabeinlər, 4 məzhəb, onlardan sonra gələn nəsil alimlərin təbəqələrindən ki, qardaş, bunu onlar deyib. Bu adam deməyib belə şey. Üçüncü qayda hansı ki, bugünkü dərsimizin mövzusudur. Üçüncü qayda odur ki, Allah Taala'nın sifətlərini isbat edirik təhrif eləmədən. Təhrif eləmədən, inkar eləmədən, keyfiyyat vermədən və misal vermədən, bənzətmədən. Allah Teala Quran-Kərimdə buyurur ki, leysə kəmitlihi şey, onun mislində heç nə yoxdur. Və huvə səmi'ul basir, o eşidəndir və görəndir. Burada nə var? İnkar var, bir də isbat var. İnkar harasıdır? Onun mislində heç nə yoxdur. Təsdiq harada? O eşidəndir, görəndir. Allah Teala'nın sifətlərini isbat edirik, heç bir məna vermədən, heç bir inkar etmədən, heç bir keyfiyyətə varmadan və heç bir misal bənzətmə götürmədən. Deyirik ki, Allah necə özün bəyan edib Quran-ı Kərimdə, o cürdə bəyan edirik. Deyib elm, deyirik Allah elm var. Deyirik ki, eşidən, deyirik Allah eşidəndir. Deyirik görən, deyirik Allah görən. Deyib istiva eləmişəm ərşimə, deyirik istiva eləyib ərşinə. Deyir ki, gecənin 3/1 enirəm, deyirik gecənin 3/1 enir. Mənalarını bilirik. Biz o sözlərin mənasını bilərək isbat edirik. Mənasını bilmədən Allahın bizə xitabının heç bir əhəmiyyəti yoxdur. Biz keçən dərsdə buna toxunduq. Yəni Allah Teala bizə xitab eləyib, deyib mən eşidənəm, görənəm, mən gecənin 3/1 nazil oluram, məna da yoxdur. Biz o mənanı bilmirik. Yəni onlar elə deyirlər. Məna Allah bilir. Biz mənanı bilmiriksə niyə biz rəğbətləndirdik gecənin 3/1 səmaya, dünya səmasına enməsi? Orada bir məna bizim başa düşəcəyimiz heç bir məna yoxdursa orada. O niyə onu deyir? Yəni bütün qorxuducu ayələr və qorxuducu hədislər və bütün rəğbətləndirən ayələr və rəğbətləndirən hədislər mənası itir. Əyərlərim onun mənasını qul bilmirsə. Mənası deyirlər var, Allah bilir. Yox, sələf deyir mənası var, keyfiyyətini Allah bilir. Keyfiyyətini Allah bilir. Mənasını biz bilirik. Çünki Allah deyir ki, biz sizə başa düşəcəyimiz dildə kitab indirdik. Onlar deyir ki, yox, mənasını bilmirik. Və mənanı həvalə edirlər Allaha. Və deyiblər ki, mücərrəd olaraq isbat edirik ki, Allah Teala sevir. Nədir mənası sevməyən? Bilmir. Məsələn, sən birinə deyirsən ki, Allah filan əməli sevir. Bu əməli elə. Burada sənə Allahın xoşladığı bir əməldir demək istəyirsən. Allah onu sevir. Əgər o sözün mənasını mən bilmirəmsə, sevmək sözün mənasını Allaha nisbətdə. Yəni, sən məni nəyə çağırırsan? Mənanı bilmirik. Amma məsəl üçün, Əli sevir, Vəli sevir, o sevir, onda mənanı bilir. Məxluqda mənanı ispat edirlər, xaliqdə yox. Sələf deyir ki, təsmiyyələrdə, adlandırmalarda əhl-i sünnə etiqad edir ki, al-xaliqlə məxluq eyni ola bilər. Keyfiyyətdə eyni ola bilməz. Ayə, leysə kəmithlihi şey, onun misli yoxdur. Bu nədir? Bütün məxluqat onun kimi ola bilməz deməkdir. Və huvə səmi'ul basir, o eşidəndir və görəndir, adlarda müştərəkik. Biz də görürük Allah'da. Və sonra dördüncü qayda olaraq alimlər gətirir ki, dördüncü qayda odur ki, Allahın sifətləri barədə olan kəlməmiz, sözümüz, Allahın zatı barədə olan sözümüzdür. Bu qayda nə deməkdir, qardaşlar? Onlardan soruşursan ki, Allah varmı? Allah var. Təbii ki, var. Onlar desələr ki, yoxdur, kafirdirlər. Desələr ki, var, Allaha varlığı isbat eləsələr, deyəcək ki, varlığı necədir? Deyəcək, varlığı özünə məxsusdur.
Yaxşı, varlığı özünə məxsus olduğu kimi də istevası da özünə məxsusdur, nuzulu da özünə məxsusdur, bilməyi də özünə məxsusdur. Yəni Allahın özü barədə olan sözümüz sifətləri barədə olan sözümüzdür. Çünki Allah Taala'nın sifətləri Allahdandır. Yəni Allaha aiddir. Sifət Allah alimlər gətirir ki, yəni qayda olaraq sifətlər barədə olan sözümüz Allahın zatı barədə olan sözümüz eynidir. Məsələn, Allah görür. İnsan görür. Eynidir. Allahın zatı var. Yəni varlığı var. İnsanın varlığı var. Eynidir. Yaxşı, bu deyir ki, mən niyə görə deyirəm, mənanı bilmirəm və niyə görə inkar edirəm? Ona görə ki, bənzədərəm. O, qorxu ilə eləyirlər. Düzgün olmur. Onda bənzətmək qorxusu ilə olsa, onda gərək heç kimi sifətlərlə vəsf eləməsin. Məsəl üçün, qəzəb. Yəni, heyvan qəzəblənəndə görmüşsünüz də, dağıdır, tökür. İndi heyvan qəzəblənəndə elə olursa, biz insana qəzəblənmək sifətini verməyək. Yəni, deyərik ki, yox, birdən heyvana bənzədər insan. Kim elə başa düşüb məxluqatlardan? Heç kim elə başa düşməyib. Bir-iki dənə firqədən başqa. Onlar deyib ki, bənzədərəm. Sən heç məxluqlar arasında bənzətmirsən. Və bənzətmək qorxusuna düşüb kimdənsə hansı sifəti inkar eləmirsən. Və heç kimin də ağlına gəlmir ki, birdən kimsə qəzəblənəndə, məsələn, aslan kimi qəzəblənər və ya canavar kimi qəzəblənər və ya hansı bir vəhşi, yırtıcı heyvan kimi qəzəblənər. Kimin ağlına mı gəlir ki? İnsan qəzəbi bəllidir, heyvan qəzəbi bəllidir və qəzəblər quşun qəzəbi bəllidir. Yəni, amma adda hamı eyni, hamı bilir qəzəb nədir. Amma qəzəbin keyfiyyəti nədir? Müxtəlifdir. Bunlar deyir ki, biz bilmirik qəzəb nə deməkdir. Qəzəb nə deməkdirsə, onda nətər sənə qorxuzum mən Allahla? Gələcək hədislər bizə. Ki, Allah deyir ki, elə qəzəblə qəzəblənəcəm ki, qiyamət günü o qəzəblə heç vaxt qəzəblənməmiş. Həmçinin bu dəlildir ki, qəzəb Allahda təkrarlanır. Yəni, feili sifətdir. Hərdən bəş qəzəblənir, hərdən yox. Çünki deyir, belə qəzəblə heç vaxt qəzəblənməmişəm. Gör, necə səlim bir etiqaddır, sələfin etiqadı. Deyir ki, Allahın sifətləri, feili sifətləri iradəsinə bağlıdır və mütəcəddidədir, yəni dəyişir. Onlar deyirlər, yox, qəzəblənmir, yox, sevmir. Çünki sevgidə istirab var, nə bilir, bu məxluqdadır. Sən məxluqla xaliqi necə bir eləmirsən? Bəziləri bunun qorxusundan deyib, mənanı bilmirəm. Bəziləri bunun qorxusundan təvil eləyib, başqa məna verib. Bəziləri də bunun qorxusundan inkar eləyib, deyib, belə bir şey yoxdur. Ən salamatı nə idi? Sifətin mənasını ispat edib, keyfiyyətini isə mənsub olduğu varlığa həvalə etmək. Bu ən salamatıdır və ən səlimidir. Və fitrət də bunu deyir, qardaşlar. İnsanın fitrəti bunu deyir. O insanlar ki, bu fikrə düşüblər, təbii ki, birinci onlar bənzədiblər. Bənzədiblər, bu fikrə düşüblər. Keyfiyyət veriblər, bu fikrə düşüblər. Biz deyirik ki, bənzətmirik və keyfiyyət vermirik. İspat edirik amma. İspat bənzətmək deyil. Yəni, insanda qəzəbi ispat eləmək, insanda sevgini ispat eləmək. Bu, o deməkdir ki, biz insanı heyvana bənzədirik. Məsələn, heyvanlar da öz övladlarını sevirlər. Yəqin ki, baxmışsınız heyvanların öz, yəni, kiçik, doğulmuş, təzə övladlarıyla müamilələrini. Onların sevgisi elədir, bəli. İnsan sevgisi başqadır. İnsan da seçilir, ata sevgisi ayrıdır, ana sevgisi ayrıdır. Bunlar əmi sevgisi ayrıdır, xala sevgisi, bibi sevgisi, bunlar ayrıdır. Bunlar hamısı sevgi adlanır. Amma hamısı ayrı-ayrı şeylərdir. Biz nədir? O heyvana bənzəmək qorxusu ilə sevgini inkar edə bilmərik və edə bilmərik ki, mənasını bilmirik.
Niyə qardaş bilmirik və niyə inkar edirsən? Deyir, çünki bənzədərik. Nə var ki, burada bənzətməliyik? Məna bəllidir, lakin keyfiyyət başqadır. Hərə öz sevgisini bir cür göstərir. Aləmlərin Rəbbi də sevgisini bir cür göstərəcək və göstərir. Hərə qəzəbin bir cür göstərir, aləmlərin Rəbbi də qəzəbin özünə məxsus şəkildə göstərəcək. Burada nə var ki? Lakin onlar bu qorxudan Allah Taala'nın sifətlərini, xüsusən də feili sifətlərini, yəni Allahın istəyinə bağlı olan feili sifətlərini, feili xəbəri sifətlərini. Yəni feili xəbər odur ki, Allah Taala ondan xəbər verməsəydi biz bilməyəcəydik. Yəni feili sifətdir və xəbəridir. Yəni xəbəri, yəni fitrətlə bilmirsən, xəbərlə bilmirsən, ya Qur'andan, ya sünnədən. Və razılıq məsələn. Alimlər gətirirlər, rıda, razılıq. Razılıq sifətdir, Allahın sifətidir. Radiyallahu anhum, Allah onlardan razı qaldı, razılıq sifətidir. Necə razı qalır? Özünə məxsus. Amma razı qalmağı biz bilirik nə deməkdir. Bizə gəlib biri deyəndə ki, filan kəs səndən razıdır, valideynin səndən çox razılıq eləyir. Biz başa düşürük nə deməkdir o. Və çox təəssüf ki, qövm məxluqata isbat eləyib, xaliqə yox. Deyib, bəli, insan razı qalmaq bilir. Amma Allah necə razı qalır? Mənasını bilmirik. Bəziləri təvil ediblər, başqa məna veriblər. Bəziləri inkar ediblər, bəziləri deyiblər, var mənası, biz bilmirik. Biz bilmirik nə deməkdir. İsbat eləyə bilmərik, razıdır. Çünki isbat eləsək, çünki məxluq da razıdır. Hamısı qorxub bənzətməkdən. Hamısı bu qorxu ilə gedib. Əl deyən kimi əlinə baxıb. Razılıq deyən kimi öz razılığını yadına salıb. Qəzəb deyən kimi qəzəb, insanda olan qəzəb forması. Və Allahı müqayisə edib məxluqla. Axı Allah Teala buyurur ki, leysə kəmithlihi şey. Onun mislində bir şey yoxdur. Və huvə səmi'ul basir. O görəndir və eşidəndir. Onun misli yoxdur. Əgər Allah, yəni Allah Teala burada bənzətmə olsaydı deməzdi. Deməzdi o eşidən və görən. Dedi, misli yoxdur. Amma eşidən və görəndir. Eşidən, görən biz bilirik nə deməkdir. Təsəvvürünüzə gətirin ki, yəni Allah eşidən və görəndir deyir, mənasını bilmirik. Eşitmək sifəti var, görmək sifəti var, mənasını bilmirik. Yəni çox qəribə adamlardılar. Və sonra 5-ci qayda, sələf Allah Taala'nın ad və sifətlərini mücməl şəkildə nəfi eləyib o naqis sifətlər Allahdan və Allah Taala'nın sifətlərini təfsilatlı qəbul edib, isbat edib. Nə deməkdir? Ümumiyyətlə, Allah Taala'dan naqis bir sifəti inkar etmək, nəfi etmək, Allah Taala'nı hansısa bir naqis sifətdən münəzzəh etmək, onun əks kamil sifətini Allaha isbat eləməkdir. Yəni, məsələn, Allah Taala ölməz, diridir. Yəni, naqis sifətin əksi olaraq kamil sifəti təsdiqləyib. Çünki bir şeydən naqisliyi inkar etmək, ona kamillik vermək deyil. Hətta onun ziddi olan kamil sifəti də isbat etmədiyicə. Yəni, məsələn, hörmətli bir adama desən ki, məsələn, hər şeyi var, hər bir mülkü var, hər bir şeyi var. Desən ki, sən məsələn, sən paxıl deyilsən. Bu ona mədh deyil, tərif deyil. Hətta deyəsən ki, sən çox əlaçıqsan. İndi mücərrəd olaraq naqis sifəti Allahdan inkar etmək mədh deyil.
Tərif deyil. Mütləq və mütləq onun kamil ziddini ispat eləməlisən. Və bu da təbii ki, kitab və sünnə ilə olur. Məsələn, Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və təvəkkəl aləl hayyilləzi la yamut." Təvəkkül et o Allaha ki, diridir, ölməz. Ölməz, diridir. Və başqa ayədə buyurur ki: وَمَا كَانَ اللّٰهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا. Yer üzərində heç bir şey Allahı aciz eləyə bilməz. Bu artıq naqisliyi Allahdan nəf etdin, inkar etdin. Lakin Allah da dayanmadı, dedi ki, o elmlidir və qüdrətlidir. Yəni acizliyin əksini isbat elədi. Əhl-i sünnə vəl cəmaa Allah Taala'dan mücməl şəkildə bütün naqislikləri inkar eləyir, lakin təsdiq eləməklə ziddini təfsilatlı. Allah Taala'nın təfsilatlı şəkildə sifətləri ilə nə gəlib o cür. Amma cəhmilər, amma əşarilər, amma mütəzillər, amma mufavvida, hansı ki onlar özlərini əsər əhli adlandırırlar, təzə çıxıblar. Deyirlər, biz əsər əhliyik. Əsər əhli nə edirsiniz? Deyirlər ki, mənanı bilmirik. Mənanı bilmirik. Niyə? Çünki bənzətmə var. Yox, əhl-i sünnə və cəmaət heç vaxt deməyib ki, Allah Teala nəyisə bənzəyir. Və onlar bizi bənzədənlər adlandırırlar. Bilirsiniz, onlar bizə müşəbbihə deyirlər. Təşbih əhli, bənzədənlər. Biz Allah heç nəyə bənzətmirik. Əksinə deyir, leysə kəmitlihi şey. Bundan da gözəl nə söz deyəsən? Allahın kəlamından. Onun tayı, bərabəri yoxdur. Amma təsdiqini deyirik də. O görəndi və eşidəndi. Aydındır? O görəndi və eşidəndi. Ona görə bir şeydən naqisliyin inkar olunması, onun ziddi olan kamillik sifəti ilə vəsf olunmaması ona naqislik dəhlədir. Nə olsun ki, sən ondan naqislik? Məsələn, sən aciz deyilsən. Bu ona mədih deyil, tərif deyil. Aydındır, deyirsən, sən aciz deyilsən, hər şeyi bilən və qüdrətlisən. Bu tərifdir. Amma sən aciz deyilsən, burada mədih yoxdur. Ona görə Allah Taala'dan, Əhl-i Sünnə vəl Cəmaa, Allah Taala'dan bütün naqis sifətləri, bütün mücməl şəkildə inkar edir və təfsilatlı Allahın kamil sifətlərini ispat edir. Məsələn, Allah Teala buyurur ki, Huvallah, o Allahdır. Sonra başlayır özünü təfsilatlı anlatmağa. Huvallah, əlləzi la ilahə illəhu, ondan başqa ilah yoxdur. Alimul qeybi və şəhədə, o qeybi də bilir, aşkarı da bilir. Huvarrahmanurrahim, o rəhmandır və rəhimdir. Allah özün təfsilatlı şəkildə sifətləri ilə, burada hamısı sifətlərdir. Alimul qeyb və şəhədə, aşkar və gizlini bilir. Rahmanurrahim, rəhmədəndir, mərhəmətlidir. Huvallah, o Allah, əlləzi la ilahə illəhu, ondan başqa ilah yoxdur. Əl-Məlik, o məlikdir. Əl-Quddus, müqəddəsdir, quddusdur. Əs-Səlam, salamdır. Əl-Mu'min, Əl-Muheymin, Əl-Aziz, Əl-Cəbbar, Əl-Mütəkəbbir, əzizdir, izzətlidir, cabbardır, təkəbbürlüdür. Subhanallah amma yüşrikun. Allah onların şirk qoşduqlarından uzaqdır. Huvallah, o Allah, Əl-Xaliq, yaradan, Əl-Bəri, o da yaradan mənasındadır. Əl-Musavvir, surət verən. Ləhul əsməul husnə, onun gözəl adları var. Yusəbbihu ləhu mə fis-səmavati və mə fil-ard. Yerdə və göydə nə varsa onun şəninə tərif deyir. Və huvəl-azizul hakim. O izzətlidir və hikmətlidir.
Allah və başladı saymağa. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, necə İmam Buxari və Müslim rivayət edib, Allah Taala'dan daha çox mədh olunmağı sevən yoxdur. Yəni Allahdan daha çox tərif olunmağı sevən biri yoxdur. Və sonra buyurur ki, وَلِذَٰلِكَ مَدَحَ نَفْسَهُ. Ona görə də özünü tərifləyib. Allah özünü necə tərifləyib, qardaşlar? Sifətləri ilə. Mən beləyəm, mən beləyəm, mən beləyəm, mən beləyəm. Özünü sifətləri ilə tərifləyib. Allah Teala. Sən Allah Teala özünü tərifləyib, sən də onun mənasını bilmirsən. Niyə tərifləyib? Nə məna var onu tərifləyib? Və gələcək, qardaşlar, hədis. Peyğəmbər sallallahu aleyhi ve sellem həyat yoldaşlarından biri. Gələcək inşallah o hədis. Peyğəmbər sallallahu aleyhi ve sellem həyat yoldaşlarından biri həmişə o biri həyat yoldaşlarının üzərində fəxrlə deyərdi. Fəxrlə deyərdi. Təbii ki, bu məqamında gələcək, amma eyb etməz. Deyir ki, sizi Peyğəmbərlə öz əhliviz evləndirib. Məni isə Peyğəmbərlə Allah Teala 7 qat səmanın üzərində evləndirib. Əgər Allahın bu ucalığının mənası olmasaydı, o qadınlar, sahabə qadınlar arasında, bu qadının o qadınlar üzərində iftixarının nə mənası var idi? Onlar o mənanı başa düşməyəcəklər. Hansı ki, onlar deyir ki, ucalıq mənası yoxdur. Mənasını bilmir. Allah ucadır, mənasını bilmir. Aydındır. Və təbii ki, hər şey öz mövzusunda gələcək. Yəni, bunlar bu qədər qəribə fikir sahibidirlər. Özlərini də adlandırırlar əsər əhli. Əsərdən də bir əsər yoxdur. Allahu Akbar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ona görə də qiyamət günü gələcəm və Rəbbimdən icazə istəyəcəm və mənə icazə verəcək, ona yalvaracam və onu mədh eləyəcəm, tərifləyəcəm, çünki sevir o tərifi. Və elə bir həmdlə, elə bir səna ilə ona tərif edəcəm ki, heç vaxtı elə bir şey eləyə bilməmişdim və ya mənə indi o şeyi eləmək ağlıma gəlmir. Və sonra buyurur ki, alnımı qoyacam səcdəyə və dua edəcəm və yalvaracam ona ərşin altında. Və əzəmətli şəkildə ona həmd eləyəcəm. Deyəcək, ey Muhammed, Allah deyəcək, başını qaldır. De, sən eşidilirsən. Yəni, sənə qulaq asır. De, istə, verəcəm və şəfaət elə sənə icazə verəcəm. Və Peyğəmbər sallallahu əleyhi və səlləm qiyamətin, yəni hesabın başlamasını istəyəcək. Yəni, Allah Teala adlarının və sifətlərinin mənası var. Peyğəmbər sallallahu əleyhi və səlləm o sifətlərin mənasını bilmirdi. Sahabələr o sifətlərin mənasını bilmirdi. Bu iftiradır Peyğəmbər sallallahu əleyhi və səlləm. Bu iftiradır sahabələrə, iftiradır, böyük iftiradır bu. Və bunu sual verdilər birinə. Qayətli dedi ki, mən də onlara cavab verirəm ki, sahabələr bu sifətdən, keyfiyyətdən bilirdilər. Yox, bilmirdilər. Nə var ki, burada cavab vermək? Peyğəmbər sallallahu əleyhi və səlləm keyfiyyəti bilirdi, yox, keyfiyyəti bilmirdi. Mənanı bilirdi amma. Bilisanin arabiyyin mubin. Açıq aydın ərəb dilində. Açıq aydın. Əlbəttə, mənanı əlbəttə bilirdilər. Ona görə də onlar o qədər rəğbətlə Allaha ibadət edirlər. O qədər qorxu ilə Allahdan qorxurdular. Mənanı başa düşürdülər. Başa düşmür, nə tərə sevsin, nə tərə qorxsun. Onlar çox azğın bir tayfadılar və elə düşünürəm ki, bunlardan azğını yoxdur. 6-cı qayda inşallah o gələn dərs götürəcəyik. Allahın zatı və feili sifətləri, həmçinin də həm zatı, həm feili sifətləri. İnşallah da gələn dərsə qalsın, çünki bura daxil olsaq, biraz uzun olacaq, aparacaq bizi. Hər bir halda qaydaları təkrar eləyək. Ən birinci nədir? Allah Taala'nın sifətləri tövqifidir, dəlillə bağlıdır. İkinci, həmçində rəyə yeri yoxdur orada, qiyasa yeri yoxdur. İkinci, Allah Taala'nın sifətləri necə gəlib elə qəbul edirik, necə gəlib zahirinə görə götürürük. Üçüncüsü, təhrif eləmədən, inkar eləmədən, keyfiyyət və misil vermədən, tay bərabəri olmadan ispat edirik.
4. Deyirik ki, Allah Taala'nın sifətlərində olan söz Allahın zatında olan söz kimidir. Yəni Allahın zatı necə mənasını bilirik, keyfiyyətini bilmirik, eləcə də başqa sifətlərinin mənasını bilirik, keyfiyyətini bilmirik. 5-ci isə Əhl-i-Sünnə və Cəmaə sələf Allah Taala'nın sifətlərini isbat eləyib, Allah Taala'nın Allaha naqis olan sifətləri yəni inkar eləyib, kamil sifətləri isə isbat eləyib. Və Allah Taala'nın sifətlərində yəni inkar eləyəndə ümumən inkar eləyib bütün pislikləri, lakin Allah Taala'nın sifətlərini təsdiq eləyəndə təfsilatla təsdiq eləyib. Allah Məlik, Quddus, Səlam, Mümin, Muhim, Aziz, Cəbbər, Mütəkəbbir deməyib təkcə Allah. Amma deyib Allahdan bütün naqisliklər uzaqdır. Mücməl olaraq Allahdan bütün naqislikləri uzaq eləyiblər. Mücməl. Nə naqislik deyirsən ora girir. Ola bilər o naqislik Quranda sünnədə gəlməyib. Ora daxildir amma. Amma Allahın sifətlərini isbat eləyəndə tək-tək, təfsilatlı, dəlil üzərində. Allah kömək olsun. Və qulu mə təsməun və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbə əcməin.